Ağdam işğal olunmuyor. Ağdam onda işğal olunacaq ki, bizim mənəviyyatımız işğal olunacaq. Düzdür? Hələ nə qədər ki, mən varam və biz varıq, bizlər varıq, bizim mənəviyyatımız Ağdam işğal olunmuyor. Bu müharibədir. Müharibələrdə torpağın müxtəlif də belə olur. Hitler də gəlib Stalingrada çıxmışdı, Mazdoka çıxmışdı, gəlib Qafqaza çıxmışdı. Nə oldu? Bildiniz mi? Yəni, insanın ən böyük işğal insanın mənəvi ruhunun işğal olunmasıdır. Yəni, Ağdamlılığı heç vaxt işğal eləmək mümkün deyil. Biz döyüşü uduzmamışıq. Mən bir döyüşçü kimi tam məsuliyyətimlə deyirəm ki, biz döyüşü uduzmamışıq. Ağdam ərazisi 1094 kvadrat kilometr, əhalisinin sayı 158 min, inzibati mərkəzi Ağdam. Ağdam rayonu əhalisinə görə Azərbaycanın ən böyük rayonlarından biri idi. Rayonun bir şəhəri, 119 kəndi vardı. Sənaye və tikinti obyektlərinin sayı 48, mədəni məişət obyektlərinin sayı isə 598-i keçirdi. Ağdam tarixi abidələrlə zəngin diyarlarımızdan biri sayılırdı. Burada 27 tarixi abidə, o cümlədən Xaçın Türbətli kəndində 1314-cü ilə aid Qutlu Musoğlu türbəsi, Kəngərli kəndində 14-cü əsrə, Papravət kəndində isə 17-ci, 18-ci əsrlərə aid 2 türbə, qədim məscidlər vardı. Ermənilərin işğalı nəticəsində bütün məktəblər, tarixi abidələr, evlər büsbütün dağıdılıb, yerlə yeksan edilib. Ağdamda heç nə yoxdur yandıralar. Ağdamı yandırıb, söküb aparıblar. Ağdamda yandırmalı bir şey yoxdur. 13 ildir yandırırlar. Bu il duyuq düşmüşük ki, Ağdamı yandırırlar. Müharibələrdə kimsə o ərazini işğal edib Ermənistan və erməni qoşunları, Ermənistanın qoşunları işğal edib və onlar həmən ərazini yandırmalıdırlar, dağıtmalıdırlar. Çünki bunlar insani hisslərini itirmiş adamlardılar. Onlar üçün abidə, qəbir, ağac, anlayış yoxdur. Bilirsiniz, bir vəhşilikdir, faşizmidir. Dünyada müharibələr olur. Türklər dünyanın hər yerini işğal eləmişdilər. Amma nə bir kilsə tutmuşdular, nə bir ev yandırmışdılar, nə bir ağac kəsmişdilər, nə bir qəbir dağıtmışdılar. Bildiniz mi? Çünki müharibələrdir. Bir də var faşizm. Yəni bu faşizmidir. Yəni onlar da faşistcəsinə, Ağdamda o evləri yandırmaq, falanlar, yandırıblar Ağdam. Ağdam əhalisinin sayı statistik göstəricilərə görə 158 min nəfər, Dağlıq Qarabağın bütövlükdə əhalisi isə 137 min civarında idi. Ağdamların Qarabağın sahibi olduqlarını anlamaq üçün elə bu fakt kifayət idi. Ermənilər yaxşı dərk edirdilər ki, nə qədər ki Ağdam var, Qarabağa sahiblənməkdən söhbət gedə bilməz. Ona görə də nə yolla olursa olsun Ağdamı ələ keçirmək istəyirdilər. Rəsmi məlumatlarda ermənilərin Ağdam üzərinə 1993-cü il iyulun 22-sində hücuma keçdiyi bildirilir. İyulun 23-də Ağdam artıq ermənilərin işğal altındaydı. İnanılmaz məğlubiyyət idi. Ağdamın adı gələndə tir-tir əsən ermənilər uzun illər ürəklərində gəzirdikləri arzularına çatdılar. Qarabağın açarı olan Ağdam şəhərini ələ keçirdilər. Ağdam, Qarabağ savaşında ən çox itki verən rayon hesab olunur. Qarabağ, Ağdam uğrunda döyüşlərin hamısı Azərbaycanın, Ağdamın ən qeyrətli oğulları idi. Və iyunun 23-də təəssüflər olsun ki, Ağdam getdi. Axşama yaxın bizim döyüşçü dostlarımızdan bir neçəsi, yəni Ağdam oğlanlar, Ağdamdan olan uşaqlar, yəni adlarını da çəkmək olar, mümkündür. Məsələn, təzədən Ağdama hücuma keçdilər və arxadan 23-cü axşam
və arxadan qüvvə olmadı, kömək olmadı. Təxribat öz işini görmüşdü. Biz atışa ermənilərlə qarşı-qarşıya dura-dura, onlar tankla, biz əl silahları ilə, avtomatla, pulemyotla, uzaqbaşı qrantamyotla, onlarla, yəni, deyirəm, əl qumbarası davası gedirdi. O üzdən barının o üzündən erməni atırdı, bu üzündən biz atırdıq. Yəni, belə bir vəziyyət idi. Onda da elə bir vəziyyət yaranmışdı ki, artıq, yenə deyirəm, təxribat öz işini görmüşdü, dağılışmışdı əsgərlər falan. Belə saxlamaq mümkün olmadı. Saxlamaq mümkün olmadı. Ağdam şəhər işğal olunanda Ağdamın 154 min əhalisi olub. 154 min əhalisi olub. Bu 154 min əhalisində 6 min cavan oğlan şəhid olub. Bilirsiniz bu nə deməkdir? Bir şəhərdə nə qədər insan bu qeyrət, nə qədər də əlil olub, yaralanıb və nə qədər də sağ qalıb. Yəni nə qədər hamı atılmışdı. Yəni o məhdlik deyirsiniz və Azərbaycan mən sayın deyirəm, demək lazımdır. Ən çox milli qəhrəman da Ağdamdandır. Ən çox milli qəhrəman. Yəni indi o sayın dəxli yoxdur. O bir rayonda az olub, ya o rayonun günahı deyil. Yəni ən çox milli qəhrəman da Ağdamdır. Ən çox şəhid də Ağdamdadır. Düzdür, cəbhə xəttində olanlar daha çox qırılmalıdırlar. Çünki birbaşa döyüş listindədir. Amma da 6 min yox, 20 min şəhidin 30% Ağdamlıya düşür axı. Bu məsələnin bir tərəfi, yəni o Ağdamın məhdliyini deyirsin. Bu insanlar hadisə başlanan günü Ağdam təkcə vuruşmadı. Ağdam həm də Dağlıq Qarabağın ərazisində yerləşən Azərbaycan kəndlərini qoruyurdu. Azərbaycan kəndlərini o ölürdülər, qırılırdılar, amma o kəndlərə ərzaq çatdırırdılar, o kəndlərə müəyyən silah-sursat çatdırırdılar, gedib o kəndlərdə qalırdılar. Hələ böyük müharibə başlamamış, kiçik o Azərbaycan kəndlərini yandıranda ermənilər falan. Yəni onda da Ağdamlar o missiyanı üzərlərinə götürmüşdülər. Yəni Ağdam cəmaatı bu 6 mində şəhidin verdi, yəni öz qeyrətini də göstərdi. Və qaldı məsələnin başqa bir tərəfinə ki, indiki biraz durumda adam danışa bilmir ki, yəni biz, yəni bugün Ağdamlılar biraz hamı deyir ki, çıxdılar, gəldilər. Bir dənə səhv vardı müharibə başlayan. Elə bilirdilər ki, müharibə Ağdam və Ermənistan müharibəsi. Çox böyük, bax, bu da bizim məğlubiyyətlərimizin biri oldu. Bakıda mənə deyildi, balam, Ağdamlılar bu ermənilərlə bacarmır. Möhtəq ol, bu insan nə danışır? Bu Ağdam Xan kəndi davası deyil, qardaşım. Bu böyük Ermənistanla Ağdam neyniyə bilər, nə qədər silah tapa bilər və Ağdamları ki, o həmən hadisədən sonra ən bahalı şəkil bilirsiniz də neçə idi? Azərbaycanda ən bahalı şəkil Ağdamda satılıb. Həmən pulla 3000 manat. Çünki kim ki Xan kəndinin üstünə yerimişdi, onların şəkillərini çəkmişlər. Sonra onlara bir Ağdam polis idarəsinə çağırırdılar, şəklini göstərirdilər ki, əlində sənin tüfək vardı, Xan kəndinə gedirdin, 3000 manata şəkili satırdılar özünə. Hamı deyirdi ki, balam, sən şəkili neçə aldın? Dedi, 2000 aldım, bu dedi, 2500 aldım. Bax, belə də Ağdamlara bir, həmən o hadisədən sonra Ağdamlar belə bir hücum olmuşdur. Bilirsən, bu müharibə Ağdam-Yerevan müharibəsi deyildi. Bu müharibə Sovet, köhnə Sovet və Azərbaycan müharibəsi idi. Rəsmi olaraq 17 nəfər milli qəhrəman, qeyri-rəsmi yüzlərlə qorxmaz, özünü tankın topun altına atan, vətən uğrunda uf demədən canından keçən oğullar yetişdirən bir rayon heç vaxt torpağını qoyub gəlməzdi. Amma belə olmadı. Şerli kəndinə bir dəfə ermənilər daxil olmuşdu. Şerli Eldar var. Şerli Eldar, məşhur oğlan. O kadınlar daya qalxıb, yababaltı ilə avtomatlı erməniləri, pulemyotlu erməniləri kətdən çıxartmışdılar. İndi Şerli Eldar Ağcabədə yaşayır. Yəni oğlan yaşayır, durur. Çıxartmışdılar. Yəni həmən o dediyimiz o cəsarəti ilə, pulanı ilə insanlar əlyalın da vuruşurdular. Əlyalın da vuruşmağa bacarırdılar. Amma nə qədər olardı bu? İnsanın nə qədər buna gücü çata bilərdi? Yəni böyük bir ordu ilə və sən də əlyalın vuruş. Bu çətin məsələ.